Çəkirəm. Göz təşkilat. Heç də istəmirəm. Olmaz çəkmək. İcazə vermirsiniz? Bakı News televiziyası. Göstərmişəm, bir nümayəndəvizə göstərmişəm. Problem yox. Darıxmışdım sizsin, ona görə çəkirəm. Ben de çekerim. Burada darıxmışsınız. Sen darıxdıracağım, yer geçelim. Bu ne danışır? Sən ümumiyyətlə... Niyə görə deyirsiniz ki, mən çəkməyəm? 10 nəfər səhərdə mənim üstümə gəlib. Əvvəla, hər bir qanun var, hər bir vətəndaşın çəkilməsi üçün sən gələ icazə almasın. Mənim icazəm olmadan sən məni çəkə bilməzsən. Ya xəbərin yoxdur sənin o qanunda. Sən də toxunulmazsan, mətbuatsa. Acı mənim də öz hüquqlarım var. Sən nə ixtiyarım var? Mən eləmişəm. Niyə çəkirsən məni? Gəlmişəm məhəlləmizə, mən də çəkmişəm. Reportaj verəcəm ki, bu icra hakimiyyətinə məhəlləmizə gəlmişdilər. Danışığına bax, darıxmışam. İcra hakimiyyətinə belə danışmalısan sən. Çək onu oradan. Yox, şey eləmək ay kişi. Bu öz danışmağından xəbəri yoxdur, cəmaatın danışmağını yerə tutur. Nə? Gəlin gəlmişəm dalana. İndi bizim işimiz mən bilmirəm nə olacaq. Qalmışam indi Mehriban xanımlar xanımı Mehriban xanıma ərizə yazmışam. Prezident aparatına ərizə yazmışam. Görək nə olacaq. Allah'a qalacaq. Vallahi bunlar da 5 nəfər qardaşdılar, oturublar bir-birinin içində, bir-birinin böyründə. Belə qalmışam, belə çıxır. Burada doğulmuyor. Vallahi 55 ildir gəlin gəlmişəm bura. Hansıdır indi? İcra hakimiyyəti. Allah razı olsun. Heç nə söhbət edirik. Sən bax, gəl eləyək. Mən indi müraciət edirəm də Yusuf müəllim, mən nə deyirəm, bir söz demirəm ki, Allah sizə can sağlığı versin, həmişə biz sizdən razıyıq. Bizi çox hörmətlə yola salmışsınız həmişə. Mən nə deyə bilərəm sizə? Mən gəlmişəm vətəndaşlara bir daha müraciət edirəm ki, bizə də bir köməklik əllərini uzatsınlar. Mən indi Canlı mən bilmirəm axarda oturub. Mən xəstəyəm, dabliyim, şəkər. Onda gözlərim ətraf olunmalıdır. Məni çəkmək ki. Yox, mən nə deyirəm, Allah sizə can sağlıqsın. Bax, qızıl qələmləri əllərindən düşməsin, bizə günahlasınlar. Bax, kimsə adamları... Kimə gedim mən biraz, heç kızı gedirəm yox. 22 min mənə pul verir, mən ona gelmişdim o tağlar. Mənə 22 min, 22 minə gel mənə ev al, mən gedim. Gözlüğün sonra verəcək. Biraz gözlük. İnsanlar ki, bugünkü gülmeme oradan bakanda narazılıq edirlər, bizə yaraşmaz. Amma məsələ ondadır ki, siz bu evləri ki sökürsünüz, qonşuların evini zədələmirsiniz ki. Yəni onu sizə təlimat veriblər, yoxsa o barədə? Ki, yəni ki, deyək ki, bir qonşunun evini sökürsünüz, o birisi qonşunun evini zədələməyəsiniz. Böyle biz öyle çalışırıq da ki, biz söktüğümüz daş qonşunun həyatına düşməsin. Və sonra sizin bu damlarını uçurtduğunuz evlər çaqqal yuvası, bayquş yuvası və yaxud da ki, bu küçədə gəzən bu quduz itlərin yuvası kimi bir yerə çevriləcək. Bu nəzərə almışsınız. Bağlayırıq axı, necə? Ola bilər. Buranı bağlayırsınız. Pəncərələr ki, açıqdır. Bu it dediyin, heyvan dediyin hər yerdən keçir. Pəncərəni söylüyorum ki, bura bağlanır. Bu bağlanır. Bütün şeyləri yəni raşotqalayacaqsınız, hansı ki? Hamısı, bir zaman üstündədir. Bağlayırsanız gedirsin. Sökəndə tam sökülür. Bəs damı sökəndə nə olacaq onda? Söküb yığın maşına aparır. Bəs dam açıq olur, heyvan üçün, yəni ki, quş, nə bilim, yağış yağıb, nəmişliyib, məsələn, doğulacaq onun içinə, keçəcək o birisi evlərə, belə şeylər. Yox, axı, kösən evləri sökürük biz. Aydındır, sən kösən evi sökürsən. Deyək ki, mən bu evin qonşuluğunda yaşayıram. Evə yağış yağdı, üzü qışa, yağış doldu evin içinə. Məsələn, üstü bağlı olanda axıb gedirdi. Amma indi orada su yuvası olacaq. İndi biz də baxırıq ki, bax, hansı evlər iki qonşu satılıbsa, o hansı ki, köçüb gedirlər, o evləri sökürük. Bizə də bizim işimiz deyil, yuxarıdan idarə edirlər. Bizim proqramımız var. Oldu, təşəkkür edirəm. Biz öz başına dönük. İnjinerimiz idi də. Sağ ol, 2011-dən getdim.
Onlar oradakilara dedim mən müraciət edim. Ha bura yeri değil ha. Yox, lap yeridir. Yox, Bir şey yox. Mən gedib ora düşə bilmirik bizi. Sizdən öncəsiz. Yox, Allah bilmirəm. Vallahi bu da bunu çəkirəm. Allah içinə də Allah can sağlıq versin. Olmayacaq. Heç kəsdə mən narazı necə elə bilərəm? 15. Abi gözləyib sən yemişlər, sən ayağının altını gələcək buldurdur, qoyacaq, necə də var, xoş gəldiniz. Va elə olacaq, necə basında elədilər, indi bizim eləcək, qalacaq evləri elə eləcək. Bir ay yazdım. Ha, görəyim. Yox, büyüdü de öyle, büyüdüyəm, başına aydım büyüdüyəm, Allah'tan sağ olun, Allah'a vuracağım. Allah bunları bizim qələmləri əllərindən düşürür. Qıtıqlara gün ağlıyor, ayağımızın altında böyle. 15 kvadrat metrdir, 15 kvadrat metrdir. Özüm də xəstəyəm. İyiler akıllı, burada otur, bir evimizde olur, bu burada olan bir evimizde olur. 15 kvadrat geçti bir tane, 2 metre, yani 2 metre Türkiye aladı değil. 22 metre. 22 metre. O 22 milyonu alın ben, özüm için olmalı bir Bakıram şimdi. Bak da. Bakıram öyle böyle. Ya çok üstünü okuyayım abi. Əllə danışmıyorsun. Qoy daşsın, heç olmaz. Şey. Şimdi bu sana hüquq verir yargı şəkildə. Səni göndərirlər. Niyə görə verir? Sənə tapşırıq verirlər. Yaman gedib maşın. Sən harada hadisə olur çəkirəm. Minnət edirsən bu eləmə. Yox, mənim əlimdə eləmə. Olmaz. Güzel güzeller, Allah can sağlık etsin. Hoş geldin, sefa getirdin. Gelen ayakları var. Aparatımla Çıxart kadrını. ne kadro? Sen benim aparatımla ne işin var? Hegemonluq edirsiniz gəlib bizim məhəllədə. Bir adam da yaxın durmur. Niyə görə ki sən məni tutub aparmaq istəyirsən? Səndən danışmayın. Sən qanun riayət eləyin. Niyə görə eləmirəm? Sən qanun riayət eləyin. Sən icazə almalısan. Səndən danışmayın. Nə icazə almalıyam? Səndən danışma. Nə icazə almalıyam? Bu adamlar size gitsin. Bakarız da bu. Size sipariş verirler. İşçi de var. Kim verip görürsen? İcraç. İcraç. Ha, o öyle icazı verecek. Ha, öyle bizim kötüler ona göre. Bak burada vurduk bu. Buradan vuraram ben seni. Oradan ne bir anlam var yine. Ağzını Bana sökülerdi gerçekten bağlı. Bak bu oradan vuranda ne olur? Ya bunun kapağından biri gelir. Sen onu bu maneti diye yapıyorsun. Ben de buradan vurdum. Da kardeş. Yemin sen oradan. Ama oradan da olsa da bir de merdiyan olur. Hayır, yok. Kafan oluyor öyle. Bu taraflarda. Buran. Devlet çaresiz durmayanda birisi de yansın. Ama başlasın. Saat 2'ye kalmış 15 dakika. Evimizin qabağında divarın mezarları alınmasını çəkdiyim vaxtı icra hakiminin mavini Səməd müəllim mənə dedi ki, sənin aparatını alıb sındıracağım. Nəyə görə? Nəyə görə? Haram çəkildi? Dəfələrlə mən onun şəklini çəkmişəm. Mən yəni bu hasar çəkilən yeri çəkirdim. Bir də bu anda mavinin özünü də çəkirdim. Mənə hücum çəkdi, aparatımı tutdu, vurdu 3-4 dəfə. Mənim özümə təhqik göstərdi, yəni görənlər də görürlər. Ümumiyyətlə sizə nədir o yaxınlaşaraq verildi? Sənə kim icazə verir çəkməyə? Yəni ki, sən yığmısan məni boğazdan artıq, mən səni yəni ki, aparatı tutunduracam, özü də belə eləyəcəm. Məsələn, çox çabuk
göstərməyinə bizi təqdim göstərir. Sizi polis bölməsinə kimlər apardı? Bizi polis bölməsinə özüm getdim. Könüllü olaraq. Ərizə yazdım. Bu şahidlər var. Bu şahidlər Vətən müəllim, sən oradaydın. Səməd müəllim yaxınlaşıb neynədir? Necə müqavimət göstərdi? Gəlirdi onu, necə? Fotoğrafını əlindən alırdı, yoxsa hədələr? Hədələr gəlirdi onu, geriyə buradan, çəkin. Olmaz çəkin. Siz ümumiyyətlə reaksiya verdiniz onun bu hərəkətinə? Biz neynir o? O gəlib polislere deyir ki gəlin ona aparın. Ben başa düşünmürəm, bu polis reisidir, yoksa MVD'ye tabidir. Polisler de onu kulak açır, onu götürür aparır. Adamlar aparanda deyərlər ki, sənin taksirun nədir? Taksirsız da basırlar maşına aparırlar. Hələ yoldan keçənlik olsun, icra hakim parmağı ilə görsəsin, tut apar bak. Belə hallar tez-tez baş verir bu ərazidə. Mən birinci günü gördüm. Bugün gördüm. İlk dəfə olaraq. Bir vətəndaş olaraq ümumiyyətlə belə hallara deməli reaksiyanı Reaksiyanı prezidentimiz verib də, nə verəcəm? Ədalətli olmaq düzeyir. Ay vətəndaş, mənim sualıma sonra qədər qulağınızda. Bu ərazi üzrə bilirsiniz ki, hər adılar asarlanır. Yəni burada çox münasibət çək edə bilər. Yəni bir vətəndaş olaraq bu baş verən hadisələr münasibətiniz necədir? Bu evlərin söküntüsü ilə əlaqədir. Söküntüsü ilə əlaqədir. Mən o vətəndaşların şeyinə qarşı bilmərəm. Yəni ki, öz razılığı ilə kimsə götürür gedir. Burada Abid Şərifovun başqa bizdən olur. Orada da kim istəyir götürsün, kim istəyir götürsün. Yəni burada bir şey yoxdur. Yəni hamı verilən qərarlarla razılar. Hamı deyən bilmərəm. Kim gedir, olsa ki, razılığını verir, pulunu alır, o razıdır. Kim razıdır, oturub evində. İndi siz şikayətinizə baxılması üçün yəqin ki, müəyyən addımlar atacaqsınız. Bir də şikayətə baxılmazsa yenidən ərizəyə müraciət edəcəksiniz. Yəqin ki, müraciət edəcəm, bəli. Mən Səməd müəllimə mənə qarşı göstərdiyi köpəklərə görə müraciət edəcəm. Buradan da öz şikayətinizi bildirə bilərsiniz. Buradan mən şikayətimi bildirə bilərəm ki, Səməd müəllimdən 2 dəqiqə öncə mən burada iş aparan fəhlələrdən müsahibə aldım. Fəhlələr çox adicana, çox belə mədəni davrandılar. Yəni burada işləyən fəhlələrin qabiliyyəti qanacağı idi. O da Səməd müəllimin yəni ki, qabiliyyəti ki, göstərdi. Yəni ki, əllə müqavimət göstərmək, aparatı vurmaq. Jurnalistə qarşı hərəkət hörmətsizliyidir. Bəli. Sovetskidə gördüyünüz söküntü ərazisində Bakı News televiziyasının əməkdaşı İsmailov Məhəmməd təqiblərə məruz qalmışdı. Halbuki o iş olarkən cəzalardan müsahibə alınmış. Bu şəxsdə hökumətin nümayəndəsinin ona yaxınlaşması və kobud hərəkətlərlə təzyiq göstərilməsi nəticəsində əməkdaşımız polis şöbəsinə aparılmış və buraxılsa da bizim əməkdaşın şikayəti ümid edirik ki, nəzarətsiz və yersiz qalmayacaq. Onu da xatırladaq ki, Bakı News televiziyasının rəhbəri İlham Rəsulzadə şəxsən özü televiziyanın adından Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa öz şikayət ərizəsi ilə müraciət edildi və nəticəsi olaraq bu yaxın günlərdə mətbuat konferansını keçiriləcək. Xəbəri hazırladı Sadiq Tarixli, Tahir Cəfərov, İlham Rəsulzadə.